Salam, gəlin bugün birlikdə planetin ən ucqar, ən ekstremal nöqtəsinə yollanaq. Söhbət əlbəttə ki, Antarktidadan gedir. Buzla, sirlərlə və inanılmaz ziddiyyətlərlə dolu bir dünyaya xoş gəlmisiniz. Yaxşı, gəlin başlayaq. Bu qitəni, deməli, bir neçə sözlə təsvir etsək, o, hər şeyin ənidir. Və birincisi, əlbəttə ki, budur, ən soyuq. Amma söhbət təkcə soyuqdan getmir, bura həm də ən küləklidir. Yəni, elə bir küləklər əsir ki, dayanmaq mümkün deyil. Məhz bu amansız küləklər Antarktidanın o sərt xarakterini formalaşdırır. Davam edirik. Antarktida həm də ən yüksək qitədir. Amma bir dəqiqə, bu yüksəklik dağlara görə deyil, xeyr. Təsəvvür edin, bu yüksəkliyi yaradan şey kilometrlərlə qalınlığı olan o nəhəng buz qatıdır. Və bütün bu rekordlara, bütün bu ənlərə baxmayaraq, o həm də planetin ən az öyrənilmiş yeridir. Düşünün, o buzların altında kim bilir daha nələr, nə sirlər gizlənir. Belə bir yer, soyuq, küləkli, ucqar, bəlkə də ilk baxışdan heç kimə lazım olmayan bir yer kimi görünə bilər. Amma əslində bu xüsusiyyətlər onu daha da unikal edir. Və bu da bizi çox maraqlı bir məqama gətirir. Yaxşı, bəs bu qədər böyük bir torpaq kimindir? Hansı ölkəyə məxsusdur? Cavab çox sadədir. Heç kimə. Necə yəni heç kimə? Gəlin baxaq. Hər şeydən əvvəl gəlin bir şeyi aydınlaşdıraq. Antarktida və Antarktika fərqli anlayışlardır. Antarktida dediyimiz Cənub qütbündəki o böyük quru parçasıdır. Antarktika isə daha geniş bir bölgədir. Yəni həm qitənin özü, həm də onu əhatə edən bütün o buzlu sular. Adı da çox məntiqlidir, elə deyilmi? Arktikanın əksi. Onun tam Cənub qütbündə yerləşməsi doğrudan da çox qəribə vəziyyətlər yaradır. Başqa heç yerdə belə bir şey yoxdur. Təsəvvür edin ki, Antarktidanın tam mərkəzindəsiniz. Hansı tərəfə baxsanız baxın, hər istiqamət sizin üçün şimaldır. Çox qəribədir, hə? Yaxşı, bəs necə oldu ki, bu nəhəng ərazi neytral qaldı? Baxın, bu əsl diplomatiya möcüzəsidir. Hələ 1959-cu ildə soyuq müharibənin ən qızğın çağında dünyanın güclü dövlətləri bir araya gəldi və inanılmaz bir şey etdilər. Bütün qitənin yalnız və yalnız sülh və elm üçün istifadə edilməsi barədə bir müqavilə imzaladılar. Hər cür hərbi fəaliyyət qadağan edildi. Bu həqiqətən də bəşəriyyətin ortaq dəyərlərinin bir zəfəri idi. Deməli, qitənin statusu aydındır. Sülh və elm məkanı. Yaxşı, bəs o ağ örtüyün özü, o sonsuz uzanan buzun altında əslində nə var? O qalınlığı bəzən 4,5 kilometrə çatan buz qatının altında sanki itirilmiş bir dünya var. Qayaların, dağların, hətta alovun gizləndiyi bir aləm. Baxın, bu müqayisə hər şeyi çox aydın göstərir. Solda gördüyümüz bildiyimiz Antarktidadır, hər tərəfi örtən nəhəng bir buz günbəzi. Amma o buzu əridib yox etsək, sağda tamamilə fərqli bir mənzərə ortaya çıxır. Dağ silsilələri, dərin dərələr, adalar, yəni buzun altında gizlənən əsl tam hüquqlu bir qitə var. Və düşünməyin ki, bu gizli torpaq sakit, hərəkətsiz bir yerdir. Heç də elə deyil. Onun dərinliklərində hələ də aktiv olan vulkanlar püskürür. Çünki Antarktida planetimizin geoloji cəhətdən ən qaynar nöqtələrindən olan məşhur odlu halqanın bir hissəsidir. Yaxşı, o nəhəng buz örtüyü təkcə altındakı dağları gizlətmir. Onun daha böyük bir rolu var. O, bütün planetimizin iqliminə təsir edən nəhəng bir soyuducu kimidir. İndi isə gəlin rəqəmlərə baxaq. Bu rəqəm həqiqətən də ağla sığmazdır. Dünyadakı bütün buzun 90%-i məhz buradadır. Təsəvvür edirsiniz? 90%. Bəs bu buz nə qədər qalındır? Ən dərin yerində 4,5 kilometr. Bu bir çox dağdan daha hündür deməkdir. Sadəcə buzdan ibarət bir dağ. İnanılmazdır. Və bu buz heç də dünən yaranmayıb. Yaşı 20 milyon ildən çoxdur. Hər bir qatı, hər bir təbəqəsi sanki planetimizin iqlim tarixini özündə saxlayan bir zaman kapsuludur. Alimlər bu buzu qazaraq milyonlarla il əvvəl havanın necə olduğunu öyrənə bilirlər. Əlbəttə ki, bu qədər buz varsa soyuq da olacaq. Amma nə qədər soyuq? Baxın, Vostok stansiyasında qışda termometr -89 dərəcəni göstərib. Hətta peyk ölçmələri daha da aşağı, -91 dərəcəyə yaxın temperatur qeydə alıb. Bu, sadəcə başqa bir dünyadır.
Yaxşı, belə bir soyuqda, belə bir küləkdə insan düşünür ki, yəqin burada heç bir canlı yaşaya bilməz. Elədir? Xeyr, heç də elə deyil. Və bu da Antarktidanın növbəti paradoksu. Baxın, burada çox maraqlı bir ziddiyyət var. Qitənin özü, yəni quru hissəsi, demək olar ki, bioloji cəhətdən bir səhradır. Bir neçə mamır, şibyə və salam. Amma onu əhatə edən okean tamamilə başqa bir aləmdir. Dünyanın ən zəngin dəniz ekosistemlərindən biri məhz buradadır. Həyatla qaynayır. Və əlbəttə ki, bu buzlu dünyanın simvolları var. Bu qədər sərt şəraitə mükəmməl uyğunlaşan hamımızın tanıdığı o canlılar. Qitənin daimi sakinləri, pingvinlər. Amma Antarktidanın bütün bu hekayəsi təkcə buzdan və pingvinlərdən ibarət deyil. Bu unikal yerin bugün üzləşdiyi çox ciddi müasir problemlər və ziddiyyətlər var. Və qitənin gələcəyi ilə bağlı əsas paradoks da elə budur. Baxın, bir tərəfdən bu buzların altında nəhəng təbii sərvətlərin, neft, qaz, mineralların olduğu ehtimal edilir. Digər tərəfdən isə beynəlxalq müqavilə bu sərvətlərə toxunmağı qadağan edir. Üstəlik, o sərt iqlim şəraiti də hələlik buna imkan vermir. Yəni, bir xəzinə var, amma açarı yoxdur. Və bəli, burada yerli əhali yoxdur, heç kim daimi yaşamır, amma Antarktida artıq tamamilə insansız bir yer də deyil. Bütün dünyadan gələn alimlər buradakı stansiyalarda müvəqqəti yaşayır, hətta son illərdə turistlərin də sayı artır. İnsanlar bu əlçatmaz dünyanı öz gözləri ilə görmək üçün bura gəlirlər. Bütün bunlar isə bizi son və ən vacib suala gətirib çıxarır. Dünyamızın getdikcə istiləşdiyi, təbii sərvətlərə ehtiyacın durmadan artdığı bir zamanda bu buzlu sığınacaq, bu sülh qitəsi nə qədər toxunulmaz qala biləcək? Bu sualın cavabı düşünürəm ki, təkcə Antarktidanın yox, elə bütün planetimizin gələcəyinə təsir edəcək.